Mən Rahib Köçəriyev 1973-cü ildə Zərdab rayonunun Allahqulubağı kəndində anadan olmuşam. Əlibəyli kənd məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 92-ci ildə rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərildim. Füzuli və Ağdam rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 94-cü ildə Füzuli rayonunun bir neçə kəndinin işğaldan azad edilməsində iştirak etdim. Düşmən həm Füzuli istiqamətində əks hücumlar təşkil edirdilər, həm də Ağdam istiqamətində də yeni qüvvələr toplayaraq ordumuzun nəzarətində olan kəndləri də işğal etmək istəyirdilər. 94-cü ilin aprel ayında Ağdam ətrafında gedən döyüşlərdə də iştirak etdim. Bu döyüşlərin biri mənim son döyüşüm oldu. Aprel ayının 15-də Vətən yolunda, Haqq yolunda şəhidlik zirvəsinə ucaldım.